Məsəl üçün, mən Babəklə 2-3 gündür ki, danışmıram. Niyə? Danışmırdım da, incimişdim Küsmüsünüz? məsələn ondan, hə. Çünki bir yerə dedim, apar, dedi ki, mənə gərək qabaqçadan deyəydin. Mən də istər-istəməz adi bir şeydən tez sınan adamım. Çok. Bir yana xətrimə dəyir də, çünki mən atam, anam üçün var. Birdən deyirlər ki, anam deyirdi ki, kəndə gəl ürəyim səni istəyir, mən buradan dururdum 450 kilometr yolu, mən gedirdim. Yəni onu deyibdim, onun ürəyində mən varamsa, mən getməliyəm. Mən də həmişə Babəki elə hiss eləmişəm, elə görmək istəmişəm. Məsələn, xətrimə dəydi və götürdüm bunun bütün nömrələrini, hamısını blok elədim. Ay can, bu qədər xətrinə deyil. Hə, incidim də, yəni küstüm. Hətta səhər-səhər Ürəyim can. Renat gəldi məni çağıranda, mən dedim ki, Renat, uşağa bildirmədim, amma o belə hiss eləyir. O belə dedim ki, Renat, Atiyadan özü geçsin, mən gələcəm. Amma maşınlarımız da yan-yanadır qarajda. Hə, qayıtdı ki, niyə? Küsmüsən ki, atamla? Dedim ki, yox. Atam birdən başqa işi olar, bildirmədim buna. Mənə deyir ki, tez elə, gəl atamla barış.